Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günü münasibəti ilə tədbir təşkil olunub. Tədbirdə birliyin təsisçisi və sədri Aynur İsayeva, təsisçi və sədr müavini Çingiz Bayramov, icraçı direktor Şahin Xəlilov, idarə heyətinin üzvü Sübut Mehdiyev və qazi Kamil Babayev iştirak ediblər. Çıxış edənlər milli qəhrəman Mübariz İbrahimovun göstərdiyi misilsiz hikayətdən, vətən sevgisindən və Azərbaycan gəncliyi üçün örnək olan qəhrəmanlıq yolundan bəhs ediblər. Bildirilib ki, Mübariz İbrahimovun adı xalqımızın yaddaşında daim yaşayacaq və onun qəhrəmanlığı gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi aşılanacaq. Tədbir iştirakçıları şəhidimizin əziz xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxuyublar. Tədbirdə millət vəkilləri, şəhid valideynləri, qazilər, eləcə də müxtəlif ictimai qurumların nümayəndələri çıxış edərək milli qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli ömür və döyüş yolundan söz açıblar. Çıxışlarda onun qəhrəmanlığının Azərbaycan gəncliyi üçün vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının vacibliyi qeyd edilib. Eyni zamanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının cəmiyyətin mənəvi borcu olduğu bildirilib. Qeyd olunub ki, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanılması istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir. Birlik indiyədək bir sıra sosial və xeyriyyə aksiyalarına imza atıb. Belə ki, Ramazan bayramı ərəfəsində təşkilatçı İsfəndiyar Axundovun dəstəyi ilə 200-ə yaxın şəhid ailəsi üçün geniş iftar süfrəsi təşkil olunub. Tədbir zamanı şəhid ailələri ilə görüşlər keçirilib, onların qayğı və problemləri dinlənilib, mənəvi dəstək göstərilib. Qurban Bayramı münasibətilə yenə də İsfəndiyar Axundovun təşəbbüsü və dəstəyi ilə 200-ə yaxın qazi üçün qurban süfrəsi təşkil edilib. Eyni zamanda qazilərə ərzaq məhsullarından ibarət qurban payları təqdim olunub. Birliyin rəhbəri bildirib ki, həyata keçirilən bütün layihələrdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, şəhid ailələrinin və qazilərimizin diqqət və qayğı ilə əhatə olunmasıdır. Vurğulanıb ki, qarşıdakı dövrdə də vətənpərvərlik ruhunun təbliği, şəhid ailələri və qazilərin sosial dəstəklənməsi istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə ictimai həmrəyliyin gücləndirilməsi, gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması və qəhrəmanlarımızın həyat yolunun geniş şəkildə təbliği əsas prioritetlərdən biri olaraq qalır. İbrahimov nümunəsi göstərdi ki, Azərbaycan xalqı qəhrəmanlıq yetişdirə bilir. Heç kəs mübarizə heç bir tapşırıq verməmişdi. Amma mübariz elə bir hərəkət elədi ki, onun hərəkəti tək Azərbaycan tarixində deyil, deyərdim ki, bəşər tarixində bir igidlik nümunəsi kimi göstərdi. Mübariz haqqında hətta sonradan bir sıra böyük dövlətlərin rəhbərləri belə çıxışlarında vurğuladılar ki, Azərbaycanda belə bir hərəkət edən oldu. O, torpaqların işğaldan azad olunmasına, o düşmənin cəzalandırılmasına öz töhfəsini vermək istədi. O, bu cür düşündü və zaman göstərdi ki, o düzgün edirdi. O, düşmənin düşərgəsinə girdi, xeylisini qırdı. O, bilirdi geri qayıtmayacaq, amma bu qəhrəmanlığa girdi. Və sonradan oxudum ki, Mübariz İbrahimovun qarşısını ala bilmədiyinə görə Ermənistan ordusunda 2 general, 10 polkovnik işdən çıxarılıb. Riyaziyyətdə belə bir şey var, nəyə bərabərdir. Belə çıxır ki, Azərbaycanın bir əskəri Ermənistanın 2 general, 10 polkovnikinə bərabərdir. Və mübariz hərəkət qəhrəmanlığı sonradan vətən müharibəsində digər qəhrəmanlarımız üçün bir nümunə oldu. Sonradan General Polad Həşimov qəhrəmanlığı oldu. Sonradan Arəstə xanım qəhrəmanlığı oldu. Gəlin baxaq, Azərbaycanda Mübariz İbrahimov, Polad Həşimov var, Arəstə xanım var. Ermənistanda nə var? Gəlin görək, bunlar bir nümunəsi, bir qəhrəmanlıq. Qəhrəmanlıq ola bilməz. Özgə torpağını işğal edən, özgənin mədəniyyətini oğurlamaq istəyən, özünü başqa xalqdan üstün tutmaq istəyən heç bir zaman qəhrəman yetişdirə bilməz. Qəhrəmanı ancaq öz torpağına bağlı olan xalq yetişdirir. Və bu qəhrəmanlardan biri də Mübariz İbrahimov. Sadə bir ailədən çıxmış. Amma Azərbaycan xalqının ən müsbət keyfiyyətləri genetik kodunda qeyd edilmiş mübariz. O bir nümunə oldu.
Gençlərimiz üçün. O bundan sonra gələn nəsillər üçün və onun arzusu, onun istəyi həyata keçirildi. 44 gündə torpaqlarımız işğaldan azad oldu. 24 saat ərzində, tamam da değildi, separatçı rejimə son qoyuldu. Bugün Ermənistan Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Bugün Ermənistanda seçkidən əvvəlki axırıncı polemikada hesablayıblar, ermənilər özləri hesab 100 dəfə Azərbaycan və İlham Əliyev adı səslənir. Yəni düşmən Azərbaycanın gücünü göstərdi. Düşmən Azərbaycan nə olduğunu qəbul edir. Azərbaycansa Mübariz İbrahimovdur, Polad Həşimovdur, Natiq Qasımovdur, digər qəhrəmanlarımızdır. Ümumiyyətlə hesab edirəm ki, həm birinci, həm ikinci, həm ara döyüşlərində olan insanlarımızın hamısı qəhrəmandır. Hamısı milli qəhrəmandır, millətin qəhrəmanları. Və nə qədər ki Azərbaycan xalqı durur, heç zaman onlar orada olmayacaq. Onlar həmişə başımızın tacı olacaqlar. Onlar bizim əzizlərimiz olacaqlar. Onlar bizim simvollarımız olacaqlar. Və bugün onun son mənzili yanında bizlərin yığışmağımız bizim ona məhəbbətimizin, xalqın məhəbbətinin nümunəsi. Mən deyərdim ki, bugün 10 milyondan çox Azərbaycan xalqının hamısının ürəyi, hamısının düşüncəsi bax bu 4 kvadrat metrlik yerdə. Allah sənə rəhmət eləsin Mübariz. Sən göstərdin ki, qəhrəman necə olur. Sən göstərdin ki, Azərbaycan xalqı necə olur. Və Azərbaycan xalqı sanki mərhələ-mərhələ qəhrəmanlar yetişdirir. Natiq Qasımovlu bir qəhrəmanımız oldu. 92-ci ildə şəhid oldu. Maraqlısı bilirsiniz nədir? Polad Həşimovla Natiq Qasımov ikisi də eyni gündə 2 yanvardan adamı. 92-ci ildə Natiq Qasımov qəhrəmanlıq göstərir. 92-ci ildə Polad Həşimov Ali Hərbi məktəbə qəbul oldu. Tarixin bir mərhələsi bitib, o birisi mərhələsi başlayıb. Nə bilir, bəlkə də Polad Həşimovun şəhid olduğu gün Azərbaycan xalqı başqa bir tarixi mərhələ hazırlayır. Amma o mərhələ artıq yeni məsələlərdir. O artıq müstəqilliyimizin qorunmasıdır. Azərbaycan daha qüdrətli olmasıdır. Dünyada daha da nüfuzlu olmağımızdır. Və bütün bunların hamısını biz bacarırıq. Cənab Prezidentin apardığı siyasətlə bacarırıq. Cənab Prezident bildirmiş ki, bir yumruq olaraq bacarırıq. Biz bunları bacarırıq. Və bu nümunəni bizə göstərdiyinə görə bütün şəhidlərə bizim minnətdarlığımız, şəhid ailələrin hamısının qarşısında baş əyirik. Anaların, bacıların, onların xanımların əllərini öpürük. Onların uşaqları bizə amanətdir və onları qorumaq, onlara diqqət etmək bizim hamımızın vəzifəmizdir. Burada toplaşmağımız bir daha göstərdi. Biz birlikdə güclüyük, biz bacarırıq, biz edə bilirik. Edə bilirik. Yeni mərhələdə yeni vəzifələr var, həmin vəzifələr də yerinə yetirə biləcək. Allah mübarək eləsin. Minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib tədbirə qoşuldunuz. Hamıza təşəkkür edirəm. Məndən əvvəl çıxış edən yoldaşlar olmuşları dedilər. Mən isə olacaqlarını demək istəyirəm ki, biz Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi olaraq üzərimizə düşən odur ki, gənclərə qəhrəman oğullarımızın igidliklərini elə təbliğ eləyək ki, onların yaddaşını həkk olsun. Və onlar öz yaddaşlarını gələcək nəsil ötürə bilsinlər. Bizim əsas vəzifəmiz budur. Qardaşlar da qeyd elədi. Bu yeni qardaş yaşayır, ona görə ki, o unudulmur. Şəhidlər o vaxt unudulursa, onlar yaddan çıxır. Və bizim vəzifələrimizdən də biri odur ki, hər bir şəhidimiz haqqında, hər bir qazimiz haqqında onun qəhrəmanlığını gənclərə layiqincə təbliğ edək. Mən ona görə də əlimizdən gələni eləyəcək Aynur xanım bizim sədrimizlə başda olmağını və inanıram ki, biz bunun öhdəsindən gələcəyik. Bir daha sizə minnətdarım. Sağ olun. Yaxşı. Polkovnik Qanizadə, veteran təşkilatlarının koordinasiya mərkəzinin rəhbəri, Veteranlar Birliyinin sədri. Bu 3 müharibədə mən iştirak eləmişəm. Əfqanistan, Qarabağ 1, Qarabağ 2, apreldə döyüşlərində çoxlu qəhrəman hərəkətləri görmüşəm əskərlərimizin, zabitlərimizin tərəfindən. Və Mübariz İbrahimova baxanda onun haqqında nə deyə bilərəm?
bu çoxlu qəhrəmanları gördüyümdən irəli gələn mənim nəticələrimdir. Nə demək istəyirdim? Qəhrəmanlıq onların anadan dünyaya gələndən sonra onların içindədir. Onların genindədir, irsindədir. Və bu insanlar istər-istəməz həyat ərzində qəhrəmanlıq göstərməlidirlər. Təkrar olunmaz qəhrəmanlığı. Və Mübariz İbrahimov özünlə heç də eləyə bilmirdi. O belə insandır ki, düşmənin pis hərəkətlərinə prosto özü dözə bilmədi və belə bir qəhrəmanlıq göstərdi. Biz onunla fəxr duyuruq və onun qovum əqrəbəsinin içində onun kimi qəhrəmanlar var və onlar özləri gələcək müharibələrdə əgər olsa göstərəcəklər. Allah rəhmət eləsin və biz onu heç vaxt yaddan çıxartmayacağıq. Onunla bağlı mənim layihəm olub və Mübariz İbrahimova biz heykəl düzəltdirmişik və həmin heykəl Bakı Ali Neft Məktəbində 10 ilə yaxın nümayiş etdirilir və ildə hər dəfə biz gedirik orada əklif qoyuruq və tədbirləri keçiririk. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz istədik-istəmədik onsuz da yeri beşdi. Mən həmişə televiziyada demişəm ki, bu şəhidlərlə mənim fərqim nədir? Onlar vətən yolunda şəhid oldular. Məndən az kebab yedilər. Məndən az güldülər. Məndən az nə bilim hardası oldular. Amma onlar cənnətə gedir. Mən cəhənnəm. Yəni o yaşlı adamlarla onların fərqi odur ki, onlar Allah'ın sevdikləri insanlardır. Victor Hugo deyir ki, Allahlar tərəfindən sevilənlər cavan ölür. İndi bunlar da şəhid oldu, özü bu torpağın, bu vətənin, bu elin, sizlərin yolunda, bizlərin yolunda şəhid oldu. Mübariz Seyid övladıydı. Mübariz İmam Hüseyin dərs keçmişdi. O dura bilməzdi. O məktəbə oxumuşdu, keçmişdi. Onun da qanında İmam Hüseyin qanı. Bütün şəhidlərimizin qanında İmam Hüseyin qanı. Birinci Qarabağ Savaşında mən Ağdamda dedim. Şəhidlər, demək, döyüşə gedən cavan uşaqlar 15 yaşında, 17-18 yaşında başlarına yaşıl və qara bağlamışlar. Hamısına da yazılmışdı. Ya Əli, ya İmam Hüseyin. Başlarına yazıb keçmişdi. O da İmam Hüseyin dərs keçmişdi və bu yolda da getdi, bu vətəni qutardı. Və bizim 20-ci ildəki qələbəmizin qığılcımlarından biri Mübariz İbrahim. O yandırdı o məşəl. Sonra aprel məşəli yandı. Və gəldi 20-ci il sentyabr hadisələr başlayıb. Və biz qələbə sağladıq. Bunlar olmasaydı, onlar da olmazdı. Ona görə də nə deyirəm, burada çox danışmaq da olmaz. Mənim ağlı adamlar var. Allah rəhmət eləsin, yenə deyirəm. Allah yaxınlarına səbir versin. Eşitdim, oxuduqca atası da rəhmətə gedir. Atasının yanında. Allah'ın bir dərgahındadır. 7 qapısı var. Cənnətin onun birindən hansınıza bilmirəm, birindən keçiblər. Gediblər və orada mehriban yaşayırlar bu dünyada və bizlərə baxırlar. Və deyirlər ki, xoşbəxt yaşayın bizi bir sağ. Sağ ol.
Özünüzü təqdim edin müəllim. Şəhid mayor Ülfət Əsgərovun atası Mürvət Əsgərov. Mübarizlə bağlı təəssüratlarınız, fikirləriniz, ümumiyyətlə şəhid balalarınızla bağlı. Mübarizlə bağlı onu deyə bilərəm ki, Mübariz İbrahimov xidməti dövründə işləyən dövrdə mənim oğlum da hərbidə idi. Mayorluq keşfiyyatçıydı. Mübariz İbrahimovun qəhrəmanlığını göstərdiyi, tək başına gördüyü o qəhrəmanlıqdan həmişə o da öz ağız dolusu ilə danışırdı ki, hərbimiz, ordumuz inkişaf edir. O şəxsi heyət arasında həm zabitlər, həm əsgərlər arasında elə bir intizam yaranır ki, biz həmişə düşmənə yerini göstərmək qadirindəyik. Həmin bu şəxslərdən biri də Mübariz İbrahimov oldu. O tək başına düşmən tərəfə keçərək düşmən hərbi hissəsini xeyli sayda yüzlərlə əskər və zabiti məhv elədi. Bir neçə ay onun nəşi oradan qalmağından sonra Ali Baş Komandanımız, dövlət başçımız tərəfindən aparılan danışıqlar nəticəsində onun nəşi gətirildi və eyni zamanda ikinci fərqli xiyabanda dəfn oldu və Azərbaycan Respublikasının milli qəhrəmanı adına verildi. Mən həqiqətən bir şəhid atası kimi onu deyə bilərəm ki, ilk müharibənin ilk qələbə təməlini demək olar ki, Mübariz İbrahimov tərəfindən qoyuldu. Ondan sonra 2016-cı ildə ki, o Lələtəpə döyüşü ordumuzun o göstərdiyi sücət xalqımızın orduya olan inamını artırdı və ondan sonra 20-ci ildə başlanan 27 sentyabr müharibəsində övladlarımız 44 gün ərzindəki göstərdiyi sücət bizim, necə deyərlər, tariximizi qızıl hərflərlə yazdı. Həqiqətən də 44 gün ərzində o xalqımız və ordumuzun birliyi, ordumuzun rəşadəti, Ali Baş Komandanımızın iradəsi nəticəsində yaranan bir dəmir yumruq 44 gün ərzində müharibədə sözünü dedi, düşmənə yerini göstərdi və torpaqları azad elədi. 1923-cü ilin 19-dan 20-sinə keçəndə sentyabr ayında bir günlük antiterror lekal əməliyyatında demək olar ki, 200 ildən artıq bizim ərazimizdə yerləşmiş, yaşayan ermənilərin ki, çıxarılması, mən onu deyə bilərəm ki, həm bizim övladlarının çıxması qanı alındı, şəhidlərimizin qanı alındı. Eyni zamanda da dövlət müstəqilliyimiz və suverenliyimiz bərpa olundu. Bugünkü gündə bizim Ali Baş Komandanımız balaca ölkə olmağımıza baxmayaraq, dünyada onun sözü keçir və onun apardığı siyasəti bəyənirlər, dəstəkləyirlər. Eyni zamanda onu da deyə bilərəm ki, bu yaxınlarda keçən ildə avqust ayında dünyanın ən böyük ölkəsi olan Amerikadakı o sülh müqaviləsi bağlanmasının təməli qoydu. O bizim şəhidlərimizin əməyi və Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində. Allah şəhidlərimizin ruhunu şad eləsin, Mübariz İbrahimovun da ruhunu şad eləsin. Bütün hamısı, xalqımız, ordumuz bir olsun, bir daha müharibə olmasın. Xalqımızın o birliyi, gücü həmişə prezidentimizin arkasında olsun. Çox sağ olun. Təşəkkür. Özünüzü təqdim edin. Arzu Bağırova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri. Mən əminəm ki, bugün Azərbaycanımızın dörd bir yanında qəhrəman şəhidimiz, milli qəhrəman Mübariz İbrahimovun anım tədbirləri keçirilir. Həm paytaxtda, həm onun doğub böyüdüyü torpaqlarda. Ümumiyyətlə, bütün şəhidlərimizin ruhu şaddır. Çünki biz haqlı sevdamız olan Qarabağımıza dönmüşük. Artıq o torpaqlarımızı işğaldan azad etmişik. Təbii ki, qəhrəman şəhidlərimizin heç düşünmədən o torpaqlar uğrunda canlarını fəda etməsi, qazilərimizin sağlamlıqlarını itirməsi, biz onların hamısının qarşısında ehtiramla baş əyirik və bugün əminəm ki, Mübariz İbrahimovun da ruhu şaddır. Onun ruhu Qarabağımızda dolaşır və bugün Qarabağımız günü-gündən inkişaf edir və təbii ki, onlara Allahdan rəhmət dilirik, qəhrəman şəhidlərimizə. Onların ruhu qarşısında bir daha ehtiramla baş əyirik.
Çox sağ ol. Təşəkkür. Heç kəsə savurmuyor. Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günündə xoş gördük. Anım günü tədbirimizi Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə açıq elan edirik. Bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Təninə öz əhdində düz oldu. Bir gecədə silinməyən iz oldu. Yüz yağını yerə sərdi mübariz. Qeyrətinə sığdırmadı olanı. Getdi haqq əli ilə bölsün yalanı. Allaha tapşırdı ata, ananı. Ürəyində vətən dərdi mübariz. O bütöv istədi Azərbaycanı. Ayırmadı Qarabağı, Muğanı. Vətən torpağını suladı qanı. Həm Əliabad, həm Tərtərdi mübariz. Güc aldığı imanlıydı, diniydi. Quran səsi cəsarətin himniydi. Sanki zəmanənin Hüseyniydi. Qeyrət simvoludur, nərdi mübariz. Ürək məzarındı, gözüm baş daşın. Nahaq ilə bitməyəcək savaşın. Şəhidliyin ölməzlikdir, qardaşım. Dönməzə qeyrət, hünərdi mübariz.
qalmayan, qəhrəmanlığı ilə tarix yazan, şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazanan Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günündə bir araya toplaşmışıq. Mübariz İbrahimov vətənə sonsuz sevgisi, sarsılmaz iradəsi və misilsiz şücaəti ilə hər bir Azərbaycanlının yaddaşında iz qoyub. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik və fədakarlıq nümunəsidir. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Onun qəhrəmanlıq yolu ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bugün keçirilən bu önəmli tədbir də məhz bu cür tədbirlərdəndir. Bu tədbirin təşəbbüskarları Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Aynur İsayeva və Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini Çingiz Bayramovdur. Tədbirin media dəstəyi isə Paragraf.com və Paragraf TV-dir. Mənəvi dəyərləri yaşadan, onu gələcək nəsillərə ötürmək uğrunda əlindən gələni edən Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Aynur İsayevaya veririk. Qonaqlar, hər kəsi ayrı-ayrılıqda salamlayıram. Düzdür, mən böyük bir çıxış hazırlamışdım, amma baxıram ki, çox yorulğunçuluqdur, vaxtınızı almaq istəmirəm. Biz Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi olaraq öz önümüzdə bir məqsədimiz var ki, biz qəhrəmanlarımızı, qazilərimizi, şəhidlərimizi heç vaxt unutmayaq. Onlar öz canlarından keçdilər. Bizim bugünkü gün yaşayırıqsa, nəfəs alırıqsa, bəli, onların sayəsində biz nəfəs alırıq. Və bizim də burada bir balaca, nəsə bir tövsiyəmiz, biz bu tədbirləri görməyimiz, yəni nə xoş halımıza. Bir daha millət vəkillərindən, dəyərli qonaqlar, çox sağ olun. Sizin bura gəlməyiniz bizim üçün böyük bir uğurdur, necə deyərlər. Burada deyilib ki, millətin səsi burada bilinir, millətin o verdiyi səs sizə halal olsun. Qəhrəmanlarımız heç vaxtı unutmuruq, düzdür. Bilirsiniz, söz çoxdur, çox danışaram, çox deyərəm. Mübariz deyib yola çıxan oğlanlarımız var. Bəli, burada qazilərimiz iştirak edir. Mübarizi özlərinə, necə deyərlər, bir simvol deyib, nəsə bir... Biz İctimai Birliyi olaraq Mübariz adına jurnal tərcih edirdik. Orada qazilərimiz, şəhid anaları sırf Mübarizin jurnalına bizim oğlumuzun adı düşsün deyə növbə gözləyirdilər. Sırf bizi Mübariz Vətənpərvərlər jurnalına düşməkdən ötürü vaxtlarını gözləyirdilər. Bəli, Mübariz böyük məktəb oldu. Mübariz bizim gələcəyimizdir. Bunu gələcək nəslə də ötürürük, yaşadırıq. Bir daha minnətdarlığımı bildirirəm gəldiyinizə görə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Çox sağ olun, diqqətinizə görə. Aynur xanımın çıxışından sonra sözü millət vəkili Aydın Mirzəzadəyə veririk. Əziz mübariz sevərlər, çox hörmətli Azərbaycan xalqı, çox hörmətli qarşılarında baş əydiyimiz şəhid ailələri. Bugün Azərbaycan xalqının dəyərli oğlu öz qəhrəmanlığı ilə adını tək Azərbaycanın deyil, dünyanın qəhrəmanlıq salnaməsinə yazmış Mübariz İbrahimovun igidlik günüdür. O, bir Azərbaycanlının özünün qurduğu planla necə bir igidlik göstərmək mümkün olduğunu sübut etdi. Mübariz İbrahimov tək Azərbaycanı deyil, dünyaya səs saldı. Mübariz İbrahimov Azərbaycan oğullarının içində toplanmış o gücün, o qəhrəmanlığın bir hərəkəti ilə dünyaya göstərdiyi bir gündür. Və Mübariz İbrahimov göstərdi ki, Azərbaycanlı xalqı bacarır. Öz torpağını sevməyin nümunəsini göstərir.
torpağına qulluğun nümunəsini göstərir. Torpağı uğrunda ölmək belə getməyə hazır olduğunu göstərir. Bayaq orada çıxışımda bir statistika dedim. O statistikanı da səsləndirmək istəyirəm. Mübariz İbrahimovun qəhrəmanlığından sonra Ermənistan ordusunda 2 general, 10 polkovnik işdən çıxarıldı. Belə çıxır ki, bir Azərbaycan əskəri Ermənistan ordusunda 2 general, 10 polkovnik qəhrəmanlıq. Və mübarizin qəhrəmanlığını sonradan çox sayda qəhrəmanlarımız Vətən müharibəsində bir günlük antiterror əməliyyatında göstərdi. Və hesab edirəm ki, cəbhədə döyüşdə olan, hesab edirəm ki, düşmənlə üz-üzə gələn hər bir insan milli qəhrəmandır. Və Mübariz İbrahimov nümunəsi gələcək nəsillər üçün böyük bir örnəkdir. Və nə qədər ki, xalqımız yaşayır, nə qədər ki, biz bu torpağa bağlıyıq, həmişə Mübariz İbrahimovun digər igidlərimizin, qəhrəmanlarımızın xatirəsini da qəlbimizdə saxlayacaq və onların nümunəsi əsasında torpaqlarımızı daha çox sevəcək. Və bugün torpaqlarımızın işğaldan azad olunması, bugün böyük quruculuq işlərinə getməsi, dövlətimizin regionda və dünyada nüfuz qazanması göstərir ki, Azərbaycan xalqı döyüşməyi də bacarır, quruculuq işləri də bacarır. Və Ulu Öndər Heydər vaxtı ilə başladığı Böyük Azərbaycan yolu, bugün uğurla Cənab Prezident tərəfindən davam etdirilən qüdrətli Azərbaycan quruculuğu yolu, bundan sonra da həmişə qəhrəmanlarımızın nümunəsi ilə, qurucularımızın böyük fəaliyyəti ilə yenə də uğur qazanacaq. Bir daha bura gəldiyinizə görə təşəkkür edirəm. Bir daha hər birinizə mübariz sevginizi göstərdiyinizə görə təşəkkür edirəm. Bizlər tariximizi bilməyimizlə, bizlər keçmişimizə bağlı olmağımızla, torpağımıza bağlı olmağımızla və gələcəyimizə çox ciddi əsaslandırılmış planlar qurmaqlarımızla güclüyük. Biz birlikdə güclüyük. Biz Azərbaycanıq. Azərbaycanın qədim tarixindən, bugünkü tarixi və gələcək tarixi hər şey Azərbaycan üçün. Təşəkkür ederim. Aydın bəy, dəyərli çıxışınız üçün sizə təşəkkür edirik. İndi isə sözü Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini Vaqif müəllimə söz veririk. Şəhid ailələri, bu günlər burada deputatımızın iştirak edəcəksiniz. Minnətdaram olaraq ki, biz bugün sahib buraya gəliblər, biz çox şadıq. Mən Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini kimi sizə təşəkkür edirəm ki, bugün sahib bizi gəlmişsiniz. Buraya Mübariz İbrahimov Azərbaycanın elə bir milli qəhrəmanıdır ki, hamı gəlməyi, onun borcudur gəlmək. Amma sağ olun, hamımızdan razıyam. Bir müharibə veteranı kimi, sizdə bir yazar kimi sizdən razıyam. Sağ olun, var olun ki, bugün gəlib burada iştirak edirsiniz. Minnətdaram, sağ olun, məsul edirəm. Hörmətli qonaqlar, indi isə sözü millət vəkili Rövşən Muradova veririk. Biz şəhid qardaşımız Mübariz İbrahimovun anım gününə yığışmışıq. Bu günləri qəbir üstündə mən görəldim. Məndə ümumiyyətlə heç zaman bu cür tədbirlərdə, yəni heç zaman çıxışa hazır olmur. Yəni mənim içimdən gəlir, mən onu deyirəm, söyləyirəm. Aydın müəllim mənim ağsaqqal həmkarım, həm qəbir üstündə, həm də burada çox dəyərli sözlər işlətdi, dedi. Artıq mən görürəm ki, indi insan süfrəsi başlayır, vaxtımı çox almayacaq. Bir-iki məsələni ki, demədim, yadıma indi düşdü. Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycanın doğrudan da hər tarixinə yazılacaq bir qəhrəmanlıqdır. Mən səmimi deyirəm, indi biz bəzi hallarda deyirdik ki, cəbhə dövründə mənim yadımdadır, 95-ci ilin may ayının 9-u mən işdəydik. Yəni, inkar edirdilər ki, belədir, belə. Amma o da bizim dövlətimiz olub, o vaxtda bizim vətənimiz olub. Biz gedib döyüşmüşük. Çünki Azərbaycandan 2-ci Dünya müharibəsinə
7000'dən çox, 350 mindən çox adam gedir. Mən Laçın istəyirdim deyəm, Laçınlı var. Və bunun 700 min adamın da 350 mini geri dönmüyor. Və bizim nə qədər 131 o vaxtı Sovet İttifaqı qəhrəmanımız oldu. Amma bilən rəqəmlərdə səhv edirlər. Mən Laçınlı olaraq həmişə fərq eləmişim ki, Sovet İttifaqı qəhrəmanlarından biri də Əvəz Verdiyev olur. Polşanın azad olması. Yəni Laçından 2-ci Dünya müharibəsinə 7000'dən yuxarı adam yola düşür. Bugün biz hamısının xatirəsini qeyd edirik. Ulu Öndər gəldi, 9 may yenidən bizdə böyük bayrama çevrildi. Özdə siz bilirsiniz ki, 9 may bayramını da o zaman Brejnev 65-ci ildə qeyd edirik. Yəni ona can belə bir bayram iş günü kimi olmur, bayram günü kimi qeyd olunmur. Qələbə günü kimi qeyd olunur, amma bayram günü iş günü deyil, qeyri-iş gündür. Mən dediyim nədir? Bugün müasir Azərbaycan tarixi bəyaqları söylənildi ki, dərsliklərdə yazılmalı. Mən düşünürəm ki, Mübariz Qəhrəmanov, Mübariz İbrahimov qəhrəman bir şəhidimiz kimi o müasir Azərbaycan tarixinin səhifələrində özünə böyük yer tutacaq. Və bizim gənc nəsil, bax burada olan gənc nəsilimiz var, bu nəsil də bizdən sonra digər məsələlərə bunu ötürəcəklər. Yəni bu məktəblərdə, ali təhsil ocaqlarında təbliğ olunacaq. Və bu günləri biz xoşbəxt bir xalqıq ki, Azərbaycan xalqı olaraq, yəni müstəqil Azərbaycan dövlətinin bütün suveren ərazisi artıq bizimdir. Yəni biz suverenliyimizi qazanmışıq. Bu suverenliyimizi qazanmağımızda da bizim bu şəhidlərimiz, qəhrəmanlarımızın, ordumuzun, millətimizin rolu var. Və əlbəttə ki, lideri olmayan dövlət heç vaxt qalib ola bilməz. Azərbaycan xalqı ona görə də xoşbəxtdir ki, özünə bir lider seçə bilir. Ulu Öndərin timsalında bugün də onun yolunu davam edir bizim ölkə başçımız. Mən başda ölkə başçımız olmaqla Azərbaycan xalqına uzun ömür can sağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm. Allah bizim o şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlar olmasaydı biz müstəqilliyimizi, bu cür müstəqilliyimizi tam bərqərar deyə bilməzdik. Yəni bu dövr, müasir Azərbaycan dövrü həmən bizim bu qardaşımız Mübariz İbrahimovun anadan olduğu 88-ci ildən sonra bir millət olaraq, bir xalq olaraq özünü dərk eləyə bildi. Ona görə amin, Allah ona rəhmət eləsin, qəbrin nurla dolsun. Bütün bura gələnlərə də öz təşəkkürümü bildirirəm. Yaxşı ki, bizim bu ictimai birliklər var, təşkilatlar var, bütün bu işləri görürlər. Hamısı dövlət özü eləyə bilməz, ona dövlətin imkanları olsa da belə deyək. Amma bu nə yaxşı ki, bu şərait var. Və bu şəraiti bizə yaradanlara da biz təşəkkür edirik. O yas məqasının binasının rəhbərinin öz təşəkkürümüzü bildiririk ki, bizə bu şəraiti yaradırlar ki, biz şəhidlərimizi, qazilərimizin, bütün bu insanlarımızın bu anım mərasimlərini burada keçirə bilirik. Öpürəm sizi, bağrıma basaram. Çox sağ olun ki, bu işi təşkil eləmişsiniz. Sizə təşəkkür edirik. Əziz qonaqlar, çox xahiş edirəm, çıxış eləyənləri diqqətlə dinləyək. İndi isə sözü milli qəhrəmanımız Mübariz İbrahimovun qohumlarından birinə söz verəcəyik. Şəhid ailəsinin adından Babək bəy çıxış edəcək. Onun ailəsi adından sizə minnətdarım bildirirəm. Mübariz haqqında nə deyək, bütün ziyanlarımız ona dair olan sözləri deyirik. Bir dənə faktı deyəcəm, mən özüm 2-ci qrup Qarabağ əliyəm, 94-93-cü illərdə buraya ölçmüşəm. Mübarizin xırda bir faktını deyim, Mübarizin olardı bir 10 yaş, 8 yaş, mən təzə yaralanıb gələrdim. O məni harada görərdi, qabağımı kəsərdi, məndən müharibə haqqında sorğu-sual eləyərdi. Yəni bu uşaq vaxtından demək olar ki, meyli vətənpərvərliyi güclü olur. Harada mən qabağımı kəsərdi, deyərdi, necə olur, nətər olur. O vaxtdan demək olar ki, məni həmişə sorğu-sual tutardı. Axırda ki, gəldi elə, davamçı axırda gəldi çıxdı. Belə. İndi sizə hamı bütün mərasim iştirakçılarına minnətdarlığımı bildirirəm. Allah sizin köməyiniz olsun. Sağ olun. İndi isə sözü 2 nömrəli Bakı Baza Tibb Kollecinin 2-ci kurs tələbəsi İsmail Əliyevə veririk.
hörmətli tədbir iştirakçıları, başda şəhid anaları, ataları, qazilərimiz olmaqla hər birinizi salamlayıram. Bugün biz burada Azərbaycanın igid oğlu, xalqımızın milli qəhrəmanı Mübariz İbrahimovun anım mərasiminə toplaşmışıq. Mübariz İbrahimov öz şücaəti, öz cəsarəti və qəhrəmanlığı ilə bir daha sübut etdi ki, vətən sevgisi yalnız sözlə deyil, əməl ilə göstərilməlidir. Mən həqiqətən bir gənc olaraq Mübariz İbrahimovla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. İndi isə Elvin Elxanoğlu'nun Qarabağ artıq azaddır şeirini səsləndirmək istəyirəm icazənizlə. Dalğalandıq Qarabağda, bugün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər verin mübarizə, Qarabağ artıq azaddır. Məhv eylədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocalıda öldürülən hər can üçün hesab sordu. Baxın görün 30 ildə neçə oğul şəhid oldu. Cənnətdədir onlar bugün. Şəhidlik anıca atdı. Xəbər olsun Polad Həşimova, Qarabağ artıq azaddır. Qarabağ türk torpağıdır, daim elə qalacaqdır. Qarabağa göz dikənlər canlarından olacaqdır. Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır. Qarabağ Azərbaycandır, bu söz əbədi qaldı. Şəhidlərin, qazilərin, Qarabağ artıq azaddır. Qarabağ Azərbaycandır. Diqqətinizə görə təşəkkür edirəm. Bir daha tədbirin təşəbbüskarlarını yenidən xatırlatmaq istəyirəm. Bu tədbirin təşəbbüskarları Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Aynur İsayeva və Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini Çingiz Bayramovdur. İndi isə sözü şəhidimiz Kamal Qasımovun anası Sevinç Qasımovaya veririk. Salam əziz hörmətli qonaqlar və şəhid ailələri, hamınızı salamlayıram. Mən şəhid Kamal Qasımovun anasıyam. 2023-cü ildə antiterror döyüşlərində, Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kamalın anasıyam. Biz bugün yığışmışıq şəhid Mübariz İbrahimovun mərasim məclisinə üzr istəyirəm, biraz heyecanlıyam, çox çətindir mənim üçün şəhidlər haqqında danışmaq. Onlar şəhidlərimiz bizim mənəviyyatımızı qaytardılar, kimliyimizi qaytardılar. Onlar canından, qanından keçərək vətən uğrunda, torpaq uğrunda, milləti uğrunda, bayrağı uğrunda döyüşdülər. Onlar bizim fəxrimizdir. Onlar unudulmazlar. Onlar cənnət əhlidirlər. İbrahimov, şəhidimiz İbrahimov, Mübariz, biraz üzr istəyirəm. Mübariz İbrahimov bizim igidimizdir, qəhrəman oğlumuzdur. Onlar ən öncə o, belə deyək də, irəli atılaraq, döyüşərək, tək başına neçə yüz ermənilərlə əlbəyaxa döyüşərək, canlı fəda verərək, yəni onun sayəsində də bizim yerdə qalan oğullarımız da ona baxaraq irəli atırdılar. Onlar da canla
canları ilə, qanları ilə onlar da o Mübariz İbrahimova baxaraq, irəli atılaraq torpaqlarımızı əldə etdilər. Allah dövlətimizi qorusun, millətimizi qorusun, Allah prezidentimizi qorusun. Üzr istəyirəm, bugün çox həyəcanlıyam, özümdən asılı olmayaraq, həqiqətən də düzdür, qəlbimiz yaradır bir şəhid anası olaraq, qəlbimiz yaradır şəhid analarının, valla çox çətindir danışmaq. Hər gün gözümüz yaşlıdır. Amma ki, yenə də balalarımızla fəxr edirik, balalarımız bizim qürur mənbəyimizdir. Şəhidlərimiz unudulmasın, unutturmayaq. Məkanları cənnətdir. Allah şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin. Çox sağ olun. Bəli, əziz ana, şəhidlərimiz bizim qürur mənbəyimizdir. Əziz yoldaşlar, vaxtı, zamanı nəzərə alaraq bir dəqiqəlik çıxış edə bilsək əla olar. İndi isə sözü şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Qazi Tahir Məmmədova veririk. Əziz məclis iştirakçıları, hörmətli deputatlar, qazilər, şəhid anaları, şəhid ataları, hörmətli gənclərimiz. Bugün biz şəhid, qəhrəman, Mübariz qardaşımızın mərasimlə yığışmışıq və bu mərasimdə əziyyət çəkən, bu tədbiri təşkil edən qeydə rəhbərlərinə əvvəldən təşəkkür edirik və rəhbərliyə təşəkkür edirik. Nəzərinizə çatmaq istəyirəm ki, 1991-ci il 9 oktyabrdan daha terror əməliyyatlarına qədər bütün döyüşlərin iştirakçısı olmaqla qeyd etmək istəyirəm ki, biz Azərbaycan Respublikasının suverenliyi ilə bağlı 88-2023-cü ilə qədər təxminən 34 minə yaxın 20 yanvar içində olmaq şərti ilə və 88-91-ci illərdə keçmiş SSR-nin Manerva nəticəsində içində olmaqla 34 minə yaxın şəhid vermişik və bugün mən buradan Azərbaycan Respublikasının şəhid ailələri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin çoxsaylı şəxsi heyətinin adından, əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının adından, Mübariz qəhrəman qardaşımızın adından bütün şəhidlərimizə salam deyirəm. Sağ olun. Xocalı soyqırımı tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu'na veririk. Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Doğrudan da bugün çox gözəl bir gündür. Çox hörmətli Milli Məclisin deputatı Rövşən müəllimə deyir, 16 il keçib artıq. Amma insanların heç birinin xatirəsindən silinmir Mübariz İbrahimovun qəhrəmanlığı. Mənim əzlərim, nə qədər ki bizim xalqımız, dövlətimiz o cür oğullara, qeyrətli oğullara qiymət verəcək, bu xalq heç vaxt basılmayacaq. Allah ruhunu şad eləsin, Allah qalanları qorusun, Allah dövlətimizi və xalqımızı qorusun. Çox sağ olun. Sözü şəhid ataları adından Mürvət bəyə veririk. Buyurun Mürvət bəy. İştirakçılarımız, hər birinizi salamlayıram. Bugünkü gün çox əlamətlər bir gündür. Azərbaycan ordusunda və Azərbaycan əskərləri ilə hərbiçiləri arasında ilk dəfə canından keçərək qəhrəmanlıq göstərən bir yiğidimizin anım gününə yığışmışıq. Allah onun ruhunu şad eləsin. Həqiqətən də Mübariz İbrahimovun atdığı addım həm ordumuzda, həm xalqımız arasında böyük ruh yüksəkliyi əmələ gətirdi. Eyni zamanda da onun hərəkəti bütün dünyaya səs saldı. Allah onun ruhunu şad eləsin. Mübariz İbrahimovdan sonra aprel döyüşlərində xalqımız ordumuza inandı. Ordumuz da xalqımızı arxasında hiss elədi. Mübariz İbrahimovun əməyi dövlət başçımız tərəfindən dəyərləndirdi və Azərbaycan Respublikasının milli qəhrəman adına verildi, yüksədildi. Ancaq mən bir şəhid atası kimi onu deyə bilərəm ki, kaş Mübariz İbrahimovun
adını yaşatmaq üçün nəinki mübarizə, bütün şəhidlər, onlar haqqında filmlər, onlar haqqında nə bilim, dram tamaşalar, neysə göstərilməsi, bu tamaşaların göstərilməsi təqdirə layiqlardır. Allah o 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında ordumuz, xalqımız həqiqətən də qızıl bir tarix yazdılar. O bir günlük antiterrorda ermənilərin bizim torpaqlardan, ərazidən çıxarılması həqiqətən də Azərbaycanın suverenliyini, müstəqilliyini bərpa etdi. Eyni zamanda keçən il avqust ayında dünyanın ən böyük ölkəsi olan Amerikada ermənilərlə bizim aramızdakı o sülh müqaviləsinin təməli qoydu. Burada bizim igid şəhidlərimizin əməyi və dövlət başçımızın apardığı siyasətdir. Allah xalqımızı var eləsin, dövlət başçımızı var eləsin. Biz xalqın da dövlətimizin və onun rəhbəri ətrafında olmağını arzu edirəm. Çox sağ olun. İndi isə sözü şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin sədr müavini Kamil Babayeva verilir. Değerli şəhid valideynləri, hörmətli qəhrəman qazilərimiz və digər qonaqlarımız. Sizlərin hər birinizi salamlayır və bildirmək istəyirəm ki, bəli, bugün həm kədərli, həm qürurlu, həm də əbədi tarixə həkk olunmuş bir gündür. O gündür ki, Mübariz İbrahimov nəinki mənfur düşmənlərimizi, ermənipərəst millətlərin hər birini qəhrəmancasına döyüşü ilə məyus edərək məhv etmişdir. Mübariz İbrahimovun qəhrəmanlığı bu gündə, sabahda, illər boyda dillərdə dastana çevriləcək. Çünki Mübariz İbrahimov tək bir orduya bənzər bir döyüşə qatıldı. Çünki o döyüşə qatılarkən hiss etdi və bildi ki, o sonunda qəhrəmancasına şəhid olacaq. Amma onun qəlbində, onun beynində, düşüncəsində Xocalda düşmənlərimizin vəhşicəsinə qırdıqları ahıllarımızı, körpələrimizi gözünün önünə gətirərək düşməni məhv etmişdir. Bugün də biz həm İctimai Birlik olaraq, həm bir Azərbaycan vətəndaşı kimi qürur duyuruq ki, bizim Mübariz İbrahimov kimi digər şəhidlərimiz və qəhrəmanlarımız var, onlarla qürur duyuruq. Biraz önce Mübariz İbrahimov'un mezarı önündə şahidəmizin şehrində əks olunmuş bir cümləni mən yenidən xatırlatmaq istəyirəm ki, bəli, Mübariz Azərbaycanın bayrağı, gerbi, qüruru və ən güclü əskəridir. O əskərdir ki, o düşmənə bir gecədə, yəni 2010-cu ilin iyun ayının 18-dən 19-una keçən gecə qan otdurdu, loru dilində desək. Yəni onlar öz qanı ilə su içdilər. Onlar hesab edirdilər ki, Azərbaycan ordusu hücuma keçir. Amma hansı ki, Mübariz tək başına vuruşurdu. Və bugün də bizim Mübariz İbrahimov kimi gənclərimiz yetişir. Mən ölkə başçısı, Müzəffər Ordumuzun Ali Başkomandanı Cənab İlham Heydəroğlu Əliyev cənablarına təşəkkür edirəm ki, bütün döyüşçülərin, qəhrəmanların
döyüş mevqeyində xidmətini yüksək dəyərləndirdi və insanların hər birində, gənclərimizin qəlbində vətənpərvərlik ruhunu bir daha sübut etdi. Çünki bizim hər birimiz övladlarımızı üç rəngli bayrağımıza sarılmağı və vətənə layiqincə xidmət edəcək, vətənimizə, dövlətimizə, millətimizə layiqli bir övlad kimi böyütməyi özümüzə borc bilməliyik və bilirik də. Çünki bugün ölkə başçıları var, vətəndaşları zülmətlərlə yaşayır, qorxuyla yaşayır. Bir çox ölkələrdə hal-hazırda da müharibə gedir, müharibə şəraitində yaşayır. Amma bizim demokratik, hüquqi və yenilməz bir dövlətimiz sərbəst, rahat, qorxusuz yaşayır. Hər bir vətəndaş necə ki burada cəm olub, inşallah ki vətənpərvər maarifləndirmə ictimai birliyi də öz missiyasını yerinə yetirməklə gənclərimizin, şagirdlərimizin sırasında müxtəlif səvkilərdə tədbirlər keçirməklə həmin idrak edən millət vəkillərimizə çox-çox təşəkkür edirəm. Var olasınız ki, hər zaman sizlərin hər biriniz şəhid ailələrini tək qoymamışsınız. Bugün biz də millətimizin, xalqımızın, dövlətimizin döyüşçüsü kimi qürur hissi ilə deyirik ki, yaşasın Azərbaycan Respublikası! Yaşasın Azərbaycan Respublikasının Ali Başkomandanı İlham Heydəroğlu Əliyev cənabları. Çünki biz ciğerimiz ana torpaqdır, Azərbaycandır, Azərbaycandır. Mübariz İbrahimovun və bir çox yüzlərlə milli qəhrəmanlarımızın timsalında Azərbaycan ordusuna, Azərbaycan ərazi bütövlüyü uğrunda canını, qanını sipər etmiş şəhidlərimizin timsalında, eyni zamanda burada əyləşən qazilərimizin, qəhrəmanlarımızın timsalında bütün Azərbaycan ordusuna, şəhidlərinə salam olsun. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Biz də sizə öz növbəmizdə təşəkkür edirik və bu tədbirin araya ərsəyə gəlməsində Aynur xanıma və Çingiz bəyə biz də öz minnətdarlığımızı bildiririk. Bəli, biz qanı ilə, canı ilə savaşan oğullarımızı heç bir vaxt unutmadıq və unutmayacağıq. Bugün aramızda Vətənə Xidmət İctimai Birliyinin Qadınlar Şurasının sədri Arzu Musayeva da iştirak edir. Sözü Arzu xanıma veririk. Salamlayıram. Məndən əvvəlki natiqlər çox gözəl danışdılar. Mübariz İbrahimovun qəhrəmanlıq və igidlik şücaətindən danışdılar. Mən bir onu demək istəyirəm ki, 1988-ci ilin 7 fevral tarixində Biləsuvarın Əlabad kəndində bir oğlan dünyaya gəldi və bu oğlan böyüdü, bütün Türk dünyasının qəhrəmanı oldu. 2010-cu ilin 18 iyun tarixində Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq bizim Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gün oldu. Çünki Mübariz İbrahimov hansısa bir döyüş tapşırığı almamışdı. Onun içərisində olan vətənpərvərlik, qeyrət, o Xocalıda əsir düşmüş qadınların fəryadı Mübariz İbrahimovu bu işə söz verədi. O düşmənin üzərinə igidliklə atılaraq böyük bir düşmənin üzərinə tək gedən Mübarizin nəşindən belə ermənilər qorxdu. Budur Azərbaycan oğlu, budur Azərbaycan kişisi. Dünyanın ən mərd oğulları Azərbaycandadır. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onları dünyaya gətirib böyüdən belə qəhrəman anaların əlindən öpürəm. Mübariz İbrahimov təkcə Azərbaycanın deyil, bütün Türk dünyamızın qəhrəmanıdır. 2010-cu il Azərbaycan tarixində bir daha şücaətli oğullarımızın davamlı bir səhifəsi oldu Azərbaycan tarixinin. Azərbaycan əsrlər boyu qəhrəmanlar getirib və bugün də yetirməkdədir. Mən Mübariz İbrahimova
ruhuna üz tutub deyirəm, ey qəhrəman, ruhun şad olsun, Azərbaycan azaddır, Xocaldakı qadınların, uşaqların ahı naləsi yerdə qalmadı. 44 günlük müharibə nəticəsində və antiterror əməliyyatları nəticəsində, dövlətimizin qüdrətli siyasəti nəticəsində artıq Qarabağ azaddır və əsir düşmüş qadınlarımızın ahı naləsi yerdə qalmadı. Rahat yat, igidim, rahat uyu. Və bugün onu da qeyd eləmək istəyirəm ki, Mübariz İbrahimovun nəşini qaytarmaq üçün canından keçən 2 igid oğlumuza da Allahdan rəhmət diləyirəm. Fərid Əhmədova və Əhməd Abdullayevə də. Onlar da Mübariz İbrahimovun mənfur düşmənin əlindən nəşini qurtarmaq üçün öz canlarından keçdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin və dünyanın ən igid oğulları olan Azərbaycan oğullarını qorusun. Çox sağ olun, təşəkkür edirik. İndi isə sözü şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin sədr müavini İlyas Əhmədova veririk. Hər birinizi salamlayıram. İlk öncə şəhid ailələrinin qarşısında baş əyib, şəhid analarını salamlayıram, şəhid atalarını salamlayıram. Mən bugün elə bir şəxsiyyət haqqında danışacağım ki, hər birimizin ona borcu var. 1993-cü ildə Azərbaycanda haos yaranmışdı. Qardaş qardaşı güllə atırdı, qardaş qardaşa silah qaldırırdı. Azərbaycanda ayrı seçkili baş vermişdi və xalqın təkidi ilə Azərbaycan Respublikasının milli lideri Heydər Əliyev cənabları hakimiyyətə gəldi. Azərbaycana hakimiyyətə gəldiyi gündən ordu quruculuğuna başlanıldı. Ordu quruculuğunda Seyfəldə indiki kimi yadındadır, biz onlar, mən onda tabur komandiri idim. Bizim qarşımıza çıxış eləyəndə 4 saat ayaq üstə çıxış elədi, biz özümüz də heyrətə gəlmişdik. Ağsaqqal vaxtında danışığı, sərt mübarizəsi hər kəsə təsir eləmişdi. 1994-cü il 4-ü 5-ə keçən gecə Azərbaycan ordusu hücuma keçdi. Yəni bu əks hücum idi. Erməni işğalçılarına sübut edədilər. 46 kilometr erməni işğalçılarını geri oturdurdular. 18 kənd, bir qəsəbədikli Horadiz azad olundu. Ondan sonra ermənilər atəşkəsə məcbur olundular. Yəni məcbur oldular ki, atəşkəs elan olunmasaydı, yəni başqa xarici ölkələrin təkidi olmasaydı, bəlkə də Azərbaycan ordusu həmin vaxtda torpaqları azad edəcəkdi. Azərbaycanda quruculuq, ordu quruculuq davam etdi, müasir silahlar alındı. Bunu yaddan çıxartmaq olmaz. Birinci Qarabağ döyüşlərində tüfəng davası idi, avtomat idi. Yəni bizdə elə bir silah yox idi ki, mənfur düşmənin, silahlanmış düşmənin qarşısını alaq. Amma Azərbaycan ordusuna İlham Əliyev cənabların gəlişi müasir silahla silahlanmağa gətirib çıxartdı. 97-ci ildə mən Türkiyə Respublikasında biz zabit olaraq zabit təkmilləşmə kursuna göndərmişlər. Orada bizə dedilər ki, sizin Azərbaycan ordusu çox qüvvətli ordu olacaq. Sual verdim, albayım necə? Dedi, sizin Azərbaycan ordusu 17 ölkədə təlim alıb. Hər bir ölkədən yaxşı bir təlim götürüblər. Azərbaycan ordusu torpaqlarını azad edəməyə qadir olacaqlar. Elə də oldu. Bu sınaq idi. Mübariz İbrahimov 2010-cu ildə tək başına erməni işğalçılarının kazarmasına, yataq otağına gedib onları orada 142 nəfəri məhv etməsi, Moskvada o rezonans doğurdu. Orada Putin demişdi ki, mən Rainbow canlı görməmişəm. Amma deyəsən Azərbaycanda Rainbow canlı var. Azərbaycan hər bir əskəri mübariz kimi canlıdır, cəngavərdir. Onu göstərdi. Çünki Azərbaycan orada təlim keçmişdi. Amma əskərlərdə göz qırıqlığı vardı. Xocaldan qorxu qalmışdı. Müəyyən yerdə qorxu qalmışdı. Mübarizin qəhrəmanlığı Azərbaycanda dönüm yaratdı orduda. Lələtəpə döyüşləri ilk Azərbaycanın uğuru oldu. Baxmayaraq ki, Lələtəpə qısa bir yerdir, amma hücumda sübut elədilər ki, Azərbaycan ordusu hər bir sınağa qalib gəlməyə hazırdır. Daha 24 saatdır. Axırıncı antiterror əməliyyatı Yaduza olan 23 saat 42 dəqiqə oldu. Yəqin ki, Yaduzadır. Yəni, bu o deməkdir ki, Azərbaycan ordusu 24 saat müddətinə bütün Qafqazı nəzarəti ala bilər.
Biz o qədər güclüyük, bizim ordu o qədər güclüdür. Kimin nəticəsində? Milli liderimizin qurucusu ilk dəfə başladı quruculuğa, prezidentimiz İlham Əliyev qurdu. Bax, bunun nəticəsində mən bir daha deyirəm, mübariz bir sınav idi. Lələtəpə ordumuzun sınağı idi. 2020-ci ildə Azərbaycan ordusunun qələbəsi xalqın rəşadəti, möhtərəm prezidentimizin xarici siyasəti, ordumuzun qüdrəti Azərbaycan ordusuna qələbə qazandırdı. Yenidən bir daha sübut elədilər ki, Şuşa alınmaz sayılırdı, amma Şuşanı 4 saat içində işğal elədilər. 4 gün yol getdilər. 4 gün yol getdilər, yalnızca saxlayın. 8 dəfə Şuşaya girmişdilər. Azərbaycan ordusu odur, Azərbaycan əskəri odur. Görünməyən qüvvələr var, görünməyən əskərimiz var. Həmin görünməyən əskərimiz hər zaman Azərbaycanın müdafiəsində olacaq. Buradan Azərbaycan Respublikasının prezidentinə öz təşəkkürümüzü bildiririk. Bu azadlığı yaşatdığı üçün biz məğlub olmamışıq. Sülh dövründə bizim şəhidlərimiz olur. Hər birimiz onlarla şəhidlərimiz olur. Müharibə. Allah şəhidlərimizə rəhmət eləsin, verilən bu ihsanı qəbul etsin. İndi isə süfrə duası vermək üçün sözü mollaya veririk. اللهم نقم وتقبل جميع حسنات محسن سيما هذا الإحسان بحق القرآن وفي الفرق بحق محمد وآله وبحرمة مباركة الفاتحة اللهم صل على محمد وآل محمد بسم الله. Çok sağ olun xanım. Demək ki, biz bu günləri bizim şəhid qəhrəman övladımız Mübariz İbrahimovun anım mərasimində toplaşdıq və onun qəbrini ziyarət etdik. Məzarın önündə əkillər qoyuldu. Orada bizim çıxışlarımız oldu. Biz Mübariz İbrahimovun 22 yaşında qəhrəmanlıq göstərərək igidcəsinə həlak olduğu əlaqədar tədbirdə iştirak elədik. Bu tədbir zamanı çoxlu çıxışlar oldu və çıxışlarda da yenə də biz öz qəhrəman evladımızı yad etdik. Onun haqqında xoş sözlər eşitdik. Onun igidliyindən bəhs olundu. Mən düşünürəm ki, Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edə bilər və biz bu günləri gənc nəslər bütün bunları təbliğ etməklə ötürmək istəyirik ki, gənc nəslimiz bilsin ki, bu azadlıq hansı qanunlar, hansı itkilər hesabına bizə başa gəlir. Ümumiyyətlə, Azərbaycanın tarixi çox keşməkeşli oldu. Azərbaycan, bilirsiniz ki, 1918-ci ildə müstəqil dövlət olur və cəmi 23 ay müstəqillik olduqdan sonra biz imperiyanın əsarəti altında yaşamışıq. Yəni, belə deyək, Sovetlər Birliyi üzdə bir cür, amma imperiya olur. Və biz öz müstəqilliyimizin bərpasını 1996-cı ilin 18 oktyabrında etdik və bu müstəqillik dövründə də siz bilirsiniz ki, Mübariz İbrahimov 1988-ci ildə dünyaya göz açır və o anadan olduğu ildən artıq Qarabağ problemi, mənfur erməni qonşularımızın bizə təcavüzü başlayır. Ona görə də mən hesab edirəm ki, Mübariz İbrahimov kimi o zaman dünyaya göz açan uşaqlar bizdən fərqli olaraq, yəni biz 70-ci illərdə doğulan uşaqlardan fərqli olaraq tam başqa cür böyüyüblər və onlar bu günləri bizim azadlığımızla ölkə başçısının bilavasitə ölkəyə rəhbərlik etdiyi dövrdə göz açan gənclərimiz olur. Və Mübariz İbrahimovun qəhrəmanlığı bizim bu 2003-2004-cü illərdə dünyaya göz açan, Azərbaycan 2002-2003-cü illərdə dünyaya göz açan həmən gənclərimizdə bir qəhrəmanlıq yaratdı. Və bu qəhrəmanlığın nəticəsində də siz bilirsiniz ki, 2020-ci ildə bizə ateşlərə cavab olaraq biz getdik, üst torpaqlarımızı azad elədik və bütün suverenliyimizi bütün Azərbaycanın ərazisində bərpa etdik. Və burada bilirsiniz ki, Ulu Öndərin vəsiyyətini həyata keçirən Ali Başkomandan İlham Əliyev cənablarımız, onun rəhbərliyi altında bizim ordumuz, rəhbər zabit heyəti, vizir heyəti, əskərlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına biz bu müharibədə qalib gəldik və bugün örnək olaraq həmən bu qəhrəmanlıqların sənəməsində bilirsiniz ki, Polad Həşimov kimi generalımızın adı var, ondan başqa bizim
görürsünüz ki generalımız da var. Eyni zamanda bizim gizirimiz de var. Eyni zamanda bizim qəhrəman əskər və çavuşlarımız da var. Mən bütün bu şəhidlərimizin hamısına Ulu Tanrıdan rəhmət diləyirəm və arzu edirəm ki, bütün Azərbaycan gəncliyi həmən bizim bugün xatirəsində andığımız Mübariz Qəhrəmanov kimi, Mübariz İbrahimov kimi qəhrəman olsunlar. Və Ulu Tanrıdan yenə də ona rəhmət diləyirəm və bugün bu mərasimi təşkil edən Vətənpərvər Maarifləndirmə İctimai Birliyinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, bugün də anım günündə bizi bura yığdılar və biz gəldik, biz şəhidimizi yad elədik, onun ruhuna dualar söylədik, eyni zamanda yas mərasimində iştirak elədik, ehsan verildi burada. Allah rəhmət eləsin, qəbri nurla dolsun, qəni-qəni Allahdan rəhmət diləyirəm bizim əziz şəhid qardaşımıza. Sağ olun. Bugün Mübariz İbrahimov qəhrəmanlığının il dönümüdür. Mübariz İbrahimov 18 iyun 2010-cu ildə elə bir igidlik göstərdi ki, o Azərbaycan xalqının qəhrəmanlığının, torpaq sevgisinin bir simvoluna çevrildi. O hər hansı bir tapşırıq yerinə yetirmir. O içindən gələn hisslərlə bu addım attı və Ermənistan silahlı qüvvələrində böyük bir təlatüm yaratdı. Onun bu addımı eyni zamanda Azərbaycan xalqının, sadə Azərbaycan əskərinin işğalla barışmadığının bir nümunəsi oldu. Xalqımız ötən bu müddətdə həmişə Mübariz İbrahimovun xatirəsini əziz saxlayıb, bundan sonraki gələn nəsillər də həmişə onu özlərinə bir nümunə biləcəklər. Bugün onun və digər şəhidlərimizin ruhu şaddır, torpaqlarımız işğaldan azad olunub, torpaqlarımızda düşmən əskəri yoxdur, quruculuq bərpa işləri gedir və bu zamanda Mübariz İbrahimov qəhrəmanlığı bizim üçün yenə də əzizdir. Çox sağ olun, təşəkkür edirəm. Mən Azərbaycan Respublikasının Şəhid Ailələri və Müharibə Veteranlarının Hüquqlarının Müdafiə İctimai Birliyi sədri Tahir Məmmədov, hər iki müharibənin iştirakçısıyam. Bugün biz Azərbaycan xalqının igid, qəhrəman, mərd övladı, qorxmaz, cəsur, milli qəhrəmanımız, şəhid Mübariz qardaşımızın demək tədbir ilə, anım günü ilə bağlı tədbirinə gəlmişdik və bu tədbirdə Azərbaycan Respublikasında Milli Məclisimizin deputatları da iştirak edirdi, QET rəhbərləri iştirak edirdi, müxtəlif şəhid ailələri, şəhid anaları, şəhid ataları iştirak edirdi və biz buradan qeyd etmək istərik ki, Mübariz qardaşımız Azərbaycan xalqında dirçəlikdə 2010-cu ildə etdiyi sonuncu qəhrəmanlıq Azərbaycanın gənclərinə ruh yüksəkliyi verdi və onların gözünə od püskürdü və bununla da vətənpərvərlik nümayiş olundu. Onun arxasınca da bizim generalımız Polad Həşimovun göstərdiyi qəhrəmanlıq daha yüksək oldu və beləliklə Azərbaycan xalqının yeni yetişmiş gənc nəsillərində güc birliyi, birləşdiyi və vətənpərvərlik birləşdiyi. Beləliklə biz Azərbaycan Respublikasının Ali Baş Komandanının 27 sentyabr səhər saat 4-də demək ki, döyüşə hazır ol komandasına hazır olduq və torpaqlarımızın işğal olunmasının, azad olunması ilə bağlı bütün dünya Azərbaycanlılarının birliyi ilə həm arxa cəbhə, həm ön cəbhə birləşərək torpaqlarımızı azad etdik. Bu günləri suveren dövlətdə yaşayırıq, suveren Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gənc nəsilə ötürdük bunu və buradan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda vermiş 1988-ci ildən 2023-cü ilə qədər 34 min şəhidlərimizin Mübariz qardaşımızın timsalında salam deyirik, məkanınız cənnət, məqamınız uca olsun deyirik. Bayramov Çengiz Davudoğlu, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və həmsədri. Biz bu ilki tədbiri Mübariz İbrahimovun anım günü ilə əlaqədar təşkil eləmişdik. Gələn qonaqlara, şəhid ailələrinə, qazilərə öz təşəkkürümü bildirirəm. İştirak edən millət vəkilləri sağ olsunlar ki, dəvətimizi qəbul edib gəldilər və mərasim evinin rəhbərliyini də öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, bizə belə bir şərait yaratdılar və biz bu əziz günü qeyd eləyə bildik. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri İsayev Aynur.
Biz bu günləri milli qəhrəmanımız Mübariz İbrahimovun anım gününü keçirtdik. Mübariz haqqında kitablar, dastanlar yazılsa belə az deyim. Bizim ictimai birlik olaraq ideyamız odur ki, biz bu qəhrəmanlarımızı gələcək nəsillərə ötürək və bugün də şəhidlərimiz, qəhrəmanlarımız, qazilərimiz necə deyərlər, unudulmur. Bunlar yad olunur. Sözüm çoxdur, söz Mübariz haqqında nə bilim dastanlar yazılsa, əsrlər də keçsə Mübariz bir iz qoyub gedən qəhrəmanlardandır. Allah rəhmət eləsin bütün şəhidlərimizi, ailəsinə bir daha başsağlığı veririk, anasına səbir diləyirik. Biz Azərbaycan Respublikasının şəhid ailələrin müdafiəsinin ictimai birliyi Abşeron rayonunda müdafiəsi ictimai birliyi tərəfindən gəlmişik. Burada çox sayda üzvlərimiz var. Mən Musayib isə Zakiroğlu, Vətən müharibəsi iştirakçısı. Eyni zamanda Mirəli müəllimdir, burada Azər müəllimdir, Vüqar müəllim, eyni zamanda Vüqar müəllimdir burada. Biz milli qəhrəman Mübariz İbrahimovun anım günündə iştirak edirik, çox saylı yoldaşlar. Allah cəmi şəhidlərimizin ruhunu şad məqamını üzrə. Biz bir vətəndaş olaraq, millət olaraq, xalq olaraq hər zaman olduğu kimi xalqımızın, millətimizin yanında. Bizim xahişim burada Mirəli müəllim də öz ürək sözlərini bizim vətənimizin, xalqımızın, millətimizin, dövlətimizin igid qəhrəman oğullarıdır, vətən müharibəsi iştirakçısı, eyni zamanda Azərdə müəllim də vətən müharibəsi iştirakçısıdır. Yoldaşlar da hamısı vətən müharibəsi iştirakçılarıdır. Hər biri öz ürək sözlərini buyurub deyə bilərlər. Çox sağ olun. Təhqiqatçı polis mənsubu Qarabağ müharibəsi veteranı Azər Əsgərov. Bu günləri biz bura Mübariz İbrahimovun anım gününə yığışmışıq. Mübariz İbrahimov doğrudan da Azərbaycanın elə bir qəhrəman oğlu oldu ki, bir gecədə Ermənistana başına od elədi. 145 nəfəri orada məhv elədi. Amma ermənilər elə bildi ki, bütün cəbhə boyunca Azərbaycan ordusu hücumu keçib. Amma fəqət ki, o bizim bir əskərimiz idi ki, onların başına orada oynaşdı. Allah Teala bütün bizim cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz var, onlara da şəfa inayət eləyirəm, can sağlığı. Bir daha Azərbaycanı belə bir müsibətlərlə, belə bir müharibələrlə imtahanı çəkməsini inşallah. Sağ olun. Adı çəkilən cəmiyyətin üzvü olaraq Quliyev Mirəli Niftalıoğlu, 1-ci Qarabağ veteranı, eyni zamanda Şəhidlər Çərçivəsinin yaradıcısı, Şəhidlər Çərçivəsi 04. Hər gün şəhidlərimizin ziyarətinə çıxıram. Mövlud günləri, şəhadət günlərini qeyd edərək yeni videolar çəkib paylaşıram. Bu gün də eyni zamanda mən hər zaman onu təkrar edirəm. Təkrar olunmaz milli qəhrəman şəhidimiz Mübariz İbrahimovun şəhadət günüdür. Ona ruhu şad olsun, məkanı cənnət olsun. Allahdan cəm şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə, bu yoldaşların timsalına, bütün qazilərimizə can sağlığı, ordumuza, hərbiçilərimizə can sağlığı arzu edirəm. Azərbaycan Respublikası Sağlıq Qollarına ehtiyacı olan zabitə Mahir Fərəzov Qasingizoğlu. Mən ilk xidmətimi Azərbaycan Respublikası milli qəhrəmanı Əli Əliyev adına Taborun Sampart Batalyon xidmətini başlamışam Azərbaycan Sağlıq Qollarında. Və bu üçüncü biz yığışdığımız bu mərasimdə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun göstərdiyi şücaət, qəhrəmanlıq bütün dünyaya Azərbaycan tanıtmış, öz igidliyi ilə, fəxrli hərəkəti ilə bütün Azərbaycanı ayağa qaldırmış həqiqətən Azərbaycan əskəri həmişə üstün olub, güclüdür, vətənpərvərdir və bütün bizim xalqımızı elə bir ruhlandırmışdır bu qəhrəman igidliyi ilə. Və milli qəhrəman Mübariz İbrahimovun şücaətindən sonra Azərbaycan xalqında başladı və hərbiçilərə başladı ki, bu mənəvi ruh yüksəldi, vətənpərvər hissası ki, biz həqiqətən düşməni hər dəqiqə məhv edə bilərik. Allah qəni şəhidlərimizə rəhmət eləsin. Və bütün şəhid ailələrinin hamısına səbir edirəm, bütün valideynlərinə. Assalamu aleykum. Mən də həmin bu cəmiyyətdə könüllüyəm, Vüqar Musayev Aydınoğlu. Burada səlahiyyətli şəxslər vuruladılar, qazilərimiz, şəhid analarımız Mübariz İbrahimovun şücaəti haqqında çox danışdılar. Yəni mən danışıb vaxtınızı almayım. Həqiqətən də mən fəxr edirəm. Bugün çox qürur hissi duyuram ki, məni də dəvət edibsiniz. Mən də bu həmin anım gündə mən də iştirak edirəm.
Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Teşekkür ederim. Dəyənə Səlim xanım tədqiqatçı jurnalist. Bugün Azərbaycanın milli qəhrəmanı Mübarizin şəhid olduğu gündür. Mübariz İbrahimovun o vaxtları Azərbaycanın milli qəhrəmanı Yahudi əsilli Albert Agarinov Şuşada şəhid olarkən Mübariz belə 4 yaşı var idi Mübarizin, onda belə bir ifadə işlətmişdi ki, mən də istəyərdim ki, Albert Agarinov üçün Azərbaycanın azadlığı uğrunda şəhid olum. Ən nəhayət Mübariz o istəyinə, o arzusuna çatdı və Azərbaycanın azadlığı uğrunda şəhid oldu və Azərbaycanın müstəqillik tarixinə şəhid milli qəhrəman kimi yazıldı. Nə qədər tarix var, nə qədər nəsillər yaşayır, bu tarix unudulmayacaq, bu şəhidlik zirvəsi unudulmayacaq. Bilirsiniz ki, Quranda Allah Teala şəhidlərə çox yüksək qiymət verir. Deyir, şəhidlərə ölürlər deməyin, onlar Allahın yanında rızıqlıdırlar. Yəni, onlar həmişə yaşayır və həmişə də yaşayacaqlar.